vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Xəbər zolağı AS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda bu mədəniyyət sektorunda bir sıra xidmətləri xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər. Artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sayəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ədrinin 50% ədcasbac geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek təbliğ olunacaq. Millət vəkili qeyd edib ki, digər dəyişikliyi mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam mənfəət gəlir vergisindən 90% azad olma verilməsidir. Mənfəət gəlir vergisi üzrə güzəştin həcmi artırılaraq 5% güzəşt 90%-ə qaldırıldı. Mövcud qanunvericiliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə edilib.